atomundan, hidrogen iyonundan və turşu qalığından ibarət olan mürəkkəb maddələr olacaq turşular. Və bu hidrogen metal atomu ilə əvəz oluna bilən hidrogendir. Demək ki, onda bütün turşuların tərkibində nə var uşaqlar? Bax, bu H müsbət. Yanında da olan olacaq turşu qalığı. Turşu qalığı oksigenli də ola bilər. Məsəl üçün SO4 2 mənfi, oksigensiz də ola bilər. Yəni, turşular bölünür iki yerə, tərkibinə görə. Bölündü iki yerə. Olacaq oksigenli turşular və bir də olacaq uşaqlar oksigensiz turşular. Oksigensiz turşular hansılardır? Hidrogen halogenitlər, məsəl üçün H fluor, H xlor, H brom, H yod. Başqa nə deyə bilərsiniz? H2S tutaq ki, sonra siyanit turşusu. Bunlar hamısı oldu necə turşular uşaqlar? Oksigensiz turşular. İndi gəlin baxaq oksigenli turşulara. Oksigenli turşular hansılar olacaq? Məsələn, H2SO3, H2SO4, HNO3, HNO2. Sonra H xlor O4, H xlor O3, H xlor O2, H xlor O, H2 karbon O3, H3 PO4, H3 deməli PO3. Bu istisnaları ayrıca yazaram ən yaxşısı. H3PO4, H2 silisium O3. Bundan başqa uşaqlar üzvü turşular var. Üzvü turşular HCOOH, CH3COOH. Üzvü turşuları əlavə keçəcəyik, amma ümumiyyətlə indi turşular içərisində bir ikisinin adını yazacağıq. Gördünüz, tərkibində nə dedik? Oksigenli və oksigensiz olanlar. Və bir də biz baxırıq, görürük ki, bu turşular bir də nəyin sayına görə fərqlənir sizcə? Nəyin sayına görə? Hə? Yox. Nəyin? Hidrogenin sayına görə fərqlənir. Tərkibindəki hidrogenin sayına görə də biz turşuları böləcəyik, deyəcəyik. 1 əsaslı turşular, 2 əsaslı turşular, 3 əsaslı turşular və 4 əsaslı turşu. Bir əsaslı turşu deyəndə o deməkdir ki, metal ilə əvəz oluna bilən bir dənə hidrogeni var. Məsələn, H xlor, HNO3, tutaq ki, HPO3 və s. 2 əsaslı turşu deyiriksə, demək ki, metal ilə əvəz oluna bilən 2 hidrogeni var. H2SO4, H2SO3 və s. 3 əsaslı turşu deyirsə uşaqlar H3PO4, 4 əsaslı deyirsə H4P2O7. Bu da oldu hidrogenin sayına görə təsnifatı. Bura qədər sualınız yoxdur ki? Yoxdur. İndi gəlin baxaq uşaqlar. Dedik ki, bu tərkibinə görə böləndə oksigenli, oksigensiz. Bunların bir də adlarına baxaq. Oksidləri, əsasları adlandıranda biz metalın valentliyini əsasən adlandırırdıq. Bəs yaxşı, turşular adlandıranda necə adlandıracağıq? Burada turşu qalığına əsasən adlandıracağıq. Məsələn, yazıram H fluor. Onda bunun adı olacaq fluorid turşusu. Sonra bu birisinin adı nə olar sizcə? Xlorid turşusu. Bu bromid turşusu, yodid. Sonra sulfid. O birisi siyanid. Belə bu getdi adlandırma. Hamısının sonu nə ilə bitdi uşaqlar? Hansı hərflə? D ilə. Görürsən? D. İd. İndi gəlirəm oksigenlilərə. Bunun adı olacaq sulfit. Bunun adı olacaq sulfat. Bunun adı olacaq nitrat. Oksigen sayı az olanın adı nisbətən olacaq nitrit. Sonra uşaqlar, əgər oksidləşmə dərəcəsi, mərkəzi atomun oksidləşmə dərəcəsi müsbət 7-dirsə, onda biz adlandırmada per sözündən istifadə edəcəyik. Perxlorat. Bu olacaq xlorat. Nisbətən adı oksigeni azdır, xlorid. Bu olacaq hipoxlorid. Oksigen sayı ən az olanda hipo sözünü deyəcəyik. Sonra uşaqlar olacaq karbonat. Bəs bu nə olar sizcə? Ortofosfat. Bu olacaq uşaqlar silikat.
HCOO3, COOH qarışqa turşusu. Bu isə olacaq uşaqlar sirkə turşusu. Sirkə turşusunun digər adı da asetat turşusu deyə bilərik. Asetat turşusu. İndi bunların adının sonluğu nə ilə bitir uşaqlar? T hərfi. İt, at. Oksigen sayı çox olanda olacaq at. Oksigen sayı az olanda nisbətən olacaq it. Mərkəzi atom müsbət 7-dirsə perxlorat, mərkəzi atom ya daha doğrusu oksigen sayı çox azdırsa olacaq onda hipoxlorit olacaqdır. Deməli, turşuların indi yanında, məsəl üçün sizin üçün nitrat turşusunu yazmışam. HNO3 altdan yazaq. Məsələn, HNO3 yazmışıq. Bir H müsbət iyonundan, bir də nədən ibarətdir uşaqlar? NO3. İndi bu NO3-ün yükü nə olacaq sizcə? Mənfi. Mənfi 1. Niyə mənfi 1? Yanındakı hidrogenin sayı qədər. Başa düşdünüz? Yaxşı. Tutaq ki, H2SO4 yazmışam. Neçə hidrogen ayıra bilər? 2. Bax, əvvəlcə bir dənə hidrogen ayırsa, yerdə nə qalır? HSO4. Bu HSO4-ün yükü nə olar sizcə uşaqlar? Mənfi. İndi ikinci hidrogenini də ayırsa, onda nə qalır? SO4 yükü nə olar bəs? 2 mənfi. Bildinizmi? 2 mənfi. Onda bizə əgər deyirsə ki, SO4 2 mənfi neçə əsaslı turşuya uyğundur uşaqlar? 2. Bu oldu 2 əsaslı turşu. Bəs yaxşı, PO4 3 mənfi. Bu neçə əsaslıya uyğundur? 3 əsaslıya uyğundur. Bunu da başa düşdük. Bu əsaslıq məsələsində bizim istisnamız olacaq. Əvvəlcə bir üzvü turşuları deyək. Üzvü turşuların əsaslığı bu COOH-a görədir. Neçə dənə karboksil qrupu varsa o qədər əsaslıdır. Bu başqa. Amma bir də var qeyri-üzvü turşularda. H3PO3 uşaqlar. Baxmayaraq ki 3 dənə hidrogeni var. Bunun quruluşu belədir. Baxın. OH və birbaşa deməli fosfora birləşən deməli birbaşa hidrogen və bir də bax olacaq belə. Deməli fosfor 5 valentlidir olmağına, amma əsaslıq verən deməli hidrogen sayı oksigen vasitəsilə birləşən hidrogendir. Görürsüz? Oksigen vasitəsilə birləşən neçə hidrogen var burada? 2. Demək ki bu turşu istisna olaraq neçə əsaslıdır? 2 əsaslıdır. Bunu siz yadınızdan çıxartmayacaqsınız. Bu istisna 2 əsaslı turşudur. Bəs yaxşı, H3PO2 bu neçə əsaslı turşu olacaq? Bu da istisna 1 əsaslı turşudur. 1 əsaslı. Adları nədir uşaqlar? Bu olacaq fosfit turşusu. Bu isə olacaq hipofosfit. Hipofosfit turşusu. Bura qədər kimin sualı var? Turşuların bir də aqreqat halları olacaq uşaqlar. Yenə aqreqat halları. Qaz, maye, bərk. Bax, bu oksigensiz turşular ki var, bunlar qaz halındadır. Qaz halında. Digərləri maye və ya bərk halda olacaq. Bir dənə karbonat turşusu. Bax, bu karbonat turşusu çox da karbonat və sulfit. Bunlar çox davamsızdır. Parçalanacaq. H2O və karbon qazı halında mümkündür. H2O və SO2 qazı halında mümkündür. Davamsız turşulardır. Digər turşulardan, məsələn, silikat, orta fosfat, bunlar var ha. Bax, bunlar olacaq aqreqat halı bərk. Bunları bilməlisiniz, önəmliləri. Sonra nitrat turşusu, sulfat turşusu. Bunlar olacaq uşaqlar maye aqreqat halında. Aqreqat halları olacaq maye. Bu da belə. Sonra bir də biz deməli, xlorat, xloriti dedik ki, onları da demişik. Aqreqat halları haqqında da sizə danışdıq. Bura qədər sualımız yoxdur ki? Yox. Turşular qatı və duru olacaq. Amma biz əsas turşuların qatı və durularının reaksiya fərqlərini öyrənəcəyik. Nitrat turşusunda, bir də sulfat turşusunda. Turşuları öyrəniriksə, indi gəlin fiziki xassələrində dedik, keçək bunların kimyəvi xassələrinə. Kimyəvi xassə deyəndə ən önəmlisi ilk olaraq metallarla reaksiya qabiliyyətini deyəcəyik. Ümumiyyətlə turşular nə ilə reaksiyaya girər sizcə uşaqlar? Turşular nə ilə reaksiyaya girəcək? Reaksiyaya girəcək metallarla. Sonra nə ilə reaksiyaya girəcək? Əsasi oksidlərlə. Düzdür? Əsasi oksidlərlə. Sonra nə ilə reaksiyaya girəcək? Amfoter oksidlərlə.
Sonra nə ilə reaksiyaya girəcək? Bütün əsaslarla, əsasların hamısı ilə. Fərqi yoxdur. Bu qələvidir, ya suda həll olmayan əsasdır, ya amfoter əsasdır. Bütün əsaslarla reaksiyaya girəcək. Başqa nə ilə reaksiyaya girə bilər uşaqlar? Duzlarla. Amma indi burada da müəyyən şərtlər var. Yox. Suda həll olan, həll olmayan hamısı ilə. Reaksiyaya girən turşu duzun tərkibindəki turşu qalığından qüvvətli olmalıdır. Bunların hamısı ilə reaksiyaya girəcək. Amma indi gəlin bir də bunların şərtinə baxaq. Məsələn, deyirik metallarla reaksiya qabiliyyəti. Metallarla reaksiyaya girirsə, biz metalların aktivlik sırasını, gərginlik sırasını bilməliyik. Metalların aktivlik sırasını kim sayar mənim üçün? Kim xatırlayır? Ay, sağ ol. Deyək, lityum, kalium, kalsiyum, natrium, magnezyum, alüminium, mangan, sink, xrom, dəmir, nikel, qalay, qurğuşun, hidrogen. Sonra gəlir mis, civə, gümüş, platin, qızıl. İndi bax bunlar var ha. Bax bunlar olur pasiv metallar. Pasiv metallar. Onda biz belə bir söz deyirik uşaqlar. Deməli, bax bu pasiv metallar reaksiyaya girir sadəcə. Pasiv metallar reaksiyaya girir sadəcə H2SO4 qatı, HNO3 qatı və duru. Yalnızca bunlarla reaksiyaya girir. Deməli, pasiv metallar reaksiyaya girir qatı sulfat, qatı duru nitrat. Ondan başqa da heç bir turşu ilə reaksiyaya girmir. Bura qədəri bildik? Bildik. Gəlirik bəs digərlərinə. Digərləri hansılar oldu uşaqlar? Aktiv metallar və yaxud da orta aktiv metallar. Onda deyirik, pasiv metallardan başqa, pasivlərdən başqa digər metallar, qatı duru nitrat və sulfatdan başqa bütün turşularla reaksiyaya girir və hidrogen qazını çıxarır. Onda pasiv metallardan başqa digər metallar, üstəgəl duru, turşu. Amma hansından başqa? HNO3-dən başqa. Digər duru turşuları reaksiyaya girir, hidrogen qazını çıxarır. Məsələn, əli, sink üstəgəl H2SO4. Buradan nə alınacaq? Bəli, sink SO4 üstəgəlinsin H2. H2. Nə qədər hidrogen ayıracaq? Valentliyinin yarısı qədər. Mol miqdarında hidrogen ayıracaqdır. Və yaxud uşaqlar yazıram ki, nə yazım? Magnezyum üstəgəl H xlor. Burada nə ayrılacaq? Magnezyum xlorid üstəgəl H2. Vəssalam. Hansı turşular hidrogen ayırmadı? Bunu yenə də baxın, yadınız qulağınızda sırğa kimi saxlayın uşaqlar. Qəbulda da qabağınıza çıxacaq, testlərdə görəcəksiniz nə qədər çıxır. Deyirik ki, H2SO4 qatı və HNO3 qatısı durusu hər ikisi neynəmir? Hidrogen ayırmır. Heç vaxt hidrogen ayırmayacaqdır. Qutardı getdi. Bildik bunu, bunu da bildik. Bu oldu metallarla turşuların reaksiya qabiliyyəti. Sonra uşaqlar, gəlirik deməli dedik əsasi oksidlərlə. İndi mən sizə yazıram. Mis üstəgəl H xlor. Bu reaksiyadan nə alınır? Reaksiya getmir. Niyə getmir? Mis pasiv metaldır. Dedik ki, duru nitrat, qatı nitrat, bir də qatı sulfatdan başqa heç biri ilə reaksiya getməyəcək. Bu reaksiya getmədi. Amma biz yazsaydıq ki, mis oksid üstəgəl H xlor. Buna mani, bəli, buna mani olan heç nə yoxdur. Çünki bu əsasi oksiddir. Mis xlor 2 üstəgəlinsin H2O. Vəssalam, bu reaksiya gedəcək. Bunu bildik. Yaxşı. Sonra gəldik uşaqlar. Əsaslarla reaksiyası. Bütün əsaslarla reaksiyaya girəcək. Və duz su əmələ gətirəcək. Amma bir dənə deyirik, bir əsaslı turşular. Bir əsaslı turşular. Hansılar idi bir əsaslı turşular? Bir dənə hidrogeni olanlar. Heç vaxt turş duz neynəmir? Əmələ gətirmir. Heç vaxt əmələ gətirmir turş duz. Bir dənə OH olanlar əsasi duz əmələ gətirmir. Bir dənə hidrogen olanlar turş duz əmələ gətirmir. Düzdürmü? Oynama, dərsə bax. Yaxşı. Sonra, deməli, gəldik indi əsaslarla da reaksiyanı dedik. İndi gəldik turşularla, duzlarla reaksiyasına. Ümumiyyətlə, uşaqlar, turşuların qüvvətli sırası var. Nədir qüvvətli sırası? Deməli, birinci gəlir H xlor O4.
Sonra H2SO4. Sonra HNO3, H xlor, bir də deyəcəyik H3PO4. Sonra gəlir H2SO3. Sonra uşaqlar, sonra nə gəlir? Yox. Karbonat. H2 karbon O3. Sonra H2S də var. H2S yadımızdan çıxdı. Bir dəqiqə. H2S. H2 karbon O3. Sonra gəlir uşaqlar, deməli H2 silisium O3. Amma bir də bunlardan əvvəl var üzvü turşular. Üzvü turşular deməli nə edəcək? Bax, HCOOH, bir də CH3, COOH. Üzvü turşular, bax bu qeyri-üzvü turşulardan qüvvətlidir. İndi uşaqlar, bu oldu turşuların qüvvətli sırası. Ən zəifi oldu silikat. Ən zəifi oldu. Silikat turşusu özü də nə halındadır? Çöküntü. Suda həll olmayan ən zəif turşudur. Ən qüvvətlisi perxlorat sulfat. Niyə perxlorat sulfatdan qüvvətlidir? Çünki burada mərkəzi atomun oksidaşma dərəcəsi müsbət 7-dir, sulfatda isə müsbət 6-dır. Bax, bu 3 dənə turşu biri-biri ilə eyni qüvvətlidir. Biri-birini sıxışdırıb çıxara bilmir. O halda bacarır ki, sonda nə əmələ gəlsin? Çöküntü əmələ gəlsin. Vəssalam. Məsəl üçün, indi mən yazıram H2SO4, üstə gəlinsin natrium NO3. Bu reaksiya gedərmi uşaqlar? Gedər, getməz. Niyə getməz? Hə? Sulfat, digər turşular özündən sonra gələnlərin hamısından qüvvətlidir. Onda nə edir? Sıxışdırar, çıxarar. Alınar nə? Natrium 2SO4, üstə gəlinsin HNO3. Sıxışdırdı, çıxartdı. Onda biz belə deyirik, Nihat. Elə bil ki, sulfat turşusu bir pis adamdır. Onu görən yerin qoyur, qaçır. Bildin? Və həmişə yadınızda saxlayın, turşu duza hücum eləyir. Turşu duza hücum eləyir. Əgər turşu duzun tərkibindəkindən, bax bu turşunun tərkibindəki qalıq, duzun tərkibindəkindən qüvvətlidirsə, onu sıxışdırıb yerindən çıxaracaq. Qüvvətli deyilsə sıxışdırıb çıxara bilməyəcək. Və yaxud yazıram HNO3, üstə gəlinsin uşaqlar, kalium 2SO4. Bu reaksiya gedir, getmir sizcə? Getmir. Niyə getmir? Qüvvətli deyil. Nitrat sulfatı sıxışdırıb çıxara bilməz. Mümkün deyil. Amma mən yazıram ki, HNO3, üstə gəlinsin kalium 2 karbon O3. Bu reaksiya gedirmi? Gedir. Çünki nitrat, görürsünüz nitrat, karbonatdan qüvvətlidir. Neyəcək? Onu sıxışdırıb çıxaracaq. Alınacaq kalium nitrat, üzərinə gəlinsin karbon qazı, üstə gəlinsin su. Niyə ayrı-ayrı yazdım? Bayaq dedik axı, nədir? Davamsızdır. Bütöv halda mövcud olur. Başa düşdük bura qədəri də. Və 3 dənə turşu. 3 dənə turşu hansıları dedik? Nitrat, xlorid, orta fosfat. Bunlar biri-birinə gücü o halda çatır ki, məsəl üçün uşaqlar yazmışam, deməli, H xlor, üstə gəl, kalium NO3. Bir də yazıram H xlor, üstə gəl, deməli, argentium NO3. Bu reaksiyalardan hansı gedər? Hansı gedəcək? İkincisi, bu getməyəcək. Amma niyə getməyəcək? Çünki çöküntü əmələ gəlmir. İkincisi isə gedəcək. Alınacaq argentium xlorid, çöküntü, üstə gəldik HNO3. Ona görə bu reaksiyanın getməsi mümkündür. Və son olaraq sizə deyirəm, deməli, turşuların həll olan və həll olmayan duzları. Deməli, yadımızda saxlayırıq uşaqlar, yadımızda saxlayırıq. Xlorid turşusunun 3 dənə duzu çöküntüdür. Argentium xlorid, plumbum xlorid, bir də uşaqlar civə xlor 2. Bunlar çöküntü. Qalan bütün duzları nə edir? Həll olandır. Sulfat turşusunun hansı duzları çöküntüydü? Barium SO4, sonra kalsium SO4, stronsium SO4, sonra nə gəlirdi? Yenə argentium 2SO4, bir də uşaqlar plumbum SO4. Bunlar nə idi? Həll olmayan. Sonra nitratın var idi mi çöküntüsü? Var idi nitratın. Hamısı həll olur. Nitratın çöküntüsü yoxdur. Hamısı həll olur. Sonra uşaqlar, karbonat, H2 karbon O3, H2S, H2 silisium O3.
H3PO4. Yığışma, dinlə. Bunların hansılar həll olandı? Sadəcə kalium, natrium, bir də NH4 duzları həll olur. Digərlərinin heç biri neynəmir uşaqlar? Həll olmur. Dərsimiz oldu bu. Kimin sualı var?